Salam, değerli izləyicilərimiz, hörmətli xanımlar və cənablar. Bugünkü çəkilişimiz Zabrat 1-də, Zabrat qəsəbəsində sürət qatarı dayanacağının 150 metr məsafəsində yerləşən, əsas yola dayanacağa 3 dəqiqəlik məsafədə olan belə bir həyət evini çəkib sizlərə təqdim edirik. Az öncə gördüyümüz həyət yanı sahədə yerləşdirilmiş yay mətbəx kimi nəzərdə tutulub. Birinci mərtəbənin kosmetik təmirə ehtiyacı var, sonda təqdim olunacaq. Hal-hazırda ikinci mərtəbənin eyvanıdır. Eyvanla həyətin görünüşünü çəkib sizlərə təqdim edirik. Evin dəhlizi, mərtəbələr arası monolit betondur. Dəhliz və mətbəx. İkinci mərtəbə tam isti döşəmədir. Qonaq otağı. Göründüyü kimi səliqəli, səhmanlı, bahalı materiallardan istifadə olunub. Zövqlə təmir olunub. Keyfiyyətlə inşa olunub. Bu bir yataq otağı. Bu isə ikinci mərtəbədə yerləşən ikinci yataq otağı. Ev ümumilikdə 5 otaqdan ibarətdir. Sanitar qovşağı, geniş sanitar qovşağımız var. Keçid edək birinci mərtəbəyə. Evin iki küçəyə çıxışı var. Qaraj kimi nəzərdə tutulub. Geniş studio mətbəx kimi istifadə etmək olar. Birinci mərtəbəndə 3 otaq kimi istifadə etmək olar. Qiymət həqiqətən də münasibdir. 85.000 manatdır real alıcılar üçün. Ev sahibi tərəfindən endirim nəzərdə tutulub. Səhifəmizdə əlaqə saxlamaq üçün nömrəmiz qeyd olunub.